Salam əziz izləyicilər. Bu videoda atomun quruluşu, dövrü qanun və dövrü sistem mövzusundan 15 sual izah edəcəm. Bu suallar asan suallardır, yəni A variantıdır. Bu suallar satışda yoxdur. Əldə etmək istəyirsinizsə mənə yazın. Yəni burada gördüyünüz nömrəyə WhatsApp-dan yazın. Başlayırıq birinci sualdan. Uyğunluğu müəyyən edin deyir. Neytral atom, anion və katyonu müəyyən etməliyik. Proton elektrondan çoxdursa bu katyon sayılır. Proton elektrondan azdırsa bu anion sayılır. Proton elektrona bərabərdirsə bu neytral atom sayılır. Yəni neytral atom 3'dür. Anion 2'dir. Cavab da olur D variantı. İkinci sual A'nı müəyyən etməliyik. Baxaq. XA. Deməli, burada proton sayı n-2'dir. Elektron sayı n plus 1'dir. Görürük ki, elektron sayı proton sayından 3 vahid çoxdur. Yəni, mənfi yüklü zərrəcik 3 vahid çox olduğuna görə buraya yazırıq -3. Cavab olur D variantı. Üçüncü sual. Hansı hissəciklər aniondur? Yəni, mənfi yüklü iyonlardır. X 7 protona 10 elektrona sahibdir. Yəni, elektronu daha çox olan anion olacaq. Bu mənfi yüklüdür. -3. Y 14, 18. Yenə də mənfi yüklü zərrəcikləri çoxdur. Bu da aniondur. Z 8 proton 6 elektron. Bu dəfə müsbət yüklü zərrəcik 2 vahid çoxdur. Anionlar mənfi yüklülərdir. X və Y cavab D variantı. 4. Hansı iyonun elektron sayı digərlərindən fərqlidir? Magnezyum 2 müsbət. Burada 10 elektron var. Kükürt 6 müsbət. Burada da 10 elektron var. Alüminium 3 müsbət. Yenə 10 elektron var. Flor mənfi. Yenə 10 elektron var. Amma kükürt 4 mənfidə 18 elektron var. Ona görə Y variantı doğru cavab olur. 5. sual. Verilənlərdən hansı P elementidir? Bir yazmaq lazımdır. Natrium 11. 1s2, 2s2, 2p6, 3s1. S ile bittiğine göre bu S elementidir. Klor 1s2, 2s2, 2p6, 3s2, 3p5. P ile bitti. Cevap ile klordur. Kalsiyum 20. 4s2 ile bitir. S elementidir. Helyum 1s2'dir konfigürasiyası. S elementidir. Ve kalyum da 19 4s1'dir kısa elektron formulu. Bu da S elementidir. İyonun yükünü müəyyən edin soruşur. XA iyonunda neytron sayı 30'dur. Elektron sayı 24'dür. Atom kütləsi 56'dır. Deməli biz atom kütləsi ilə neytron sayını biliriksə 56'dan 30 çıxmaqla proton sayını tapa bilərik. Proton 26, elektron 24'dürsə, yəni müsbət yüklü zərrəcik mənfi yüklü zərrəcikdən 2 vahid çoxdursa buraya yazacağıq müsbət 2. Yəni iyonun yükü müsbət 2'dir. Cavab A variantı. 7. Dövr daxilində soldan sağa doğru gəldikcə elementlərin hansı xassələri artır? Metallıq yuxarıdan aşağı artan xassədir. Yəni ən güclü metal fransiyumdur, ən güclü qeyri-metal flordur. Deməli metallıq yuxarıdan aşağı azalır, oksidləşdiricilik yuxarıdan aşağı azalır. Yox, üzr istəyirəm, səhv dedim başlanğıcda. Metallıq yuxarıdan aşağı artır, soldan sağa azalır. Bizə soldan sağa artanlar lazımdır. Oksidləşdiricilik soldan sağa artır, yuxarıdan aşağı azalır. Atom radyosu yuxarıdan aşağı artır, soldan sağa azalır. Elektromənfilik də yenə oksidləşdiricilik kimi soldan sağa artır, yuxarıdan aşağı azalır. 2 və 4 D variantı. 8. Hansı konfigurasiya fosforun həyəcanlanmış halına uyğun gəlir? Fosfor 15-ci elementdir. 1s2, 2s2, 2p6, 3s2, 3p3 elektron formuluna malikdir. Bir de bunun 3D yarım seviyesi boşdur. Həyəcanlanma baş verir son təbəqədə.
Yəni bu hissədə. Yəni baxın 3s2, 3p3 və 3d0-ı da çəkirəm. Bu normal haldır. Heyecanlanma baş verəndə xarici təbəqədəki dolu orbitaldan bir elektron keçir boş orbitala. Yəni bunu silirəm, yazıram bura. Nə olur? 3s1, 3p3, 3d1 olur. Və xarici təbəqəsində daha dolu orbital qalmadı. Ona görə fosfor daha heyecanlana bilməyəcək. Elə bircə mərhələdə heyecanlana bilir. 3s1, 3p3, 3d1 onun heyecanlanmış halına uyğun gəlir. İkinci forma mümkün deyil. Üçüncü forma da normal haldır. Heyecanlanmış hal deyil. Cavab yalnız 1 olacaq. A variantı. 9-da deyir ki, RH2 tipli hidrogenli birləşmə əmələ gətirən elementlər hansı qrupda yerləşirlər? Biri 2A-da yerləşir, biri də 6A-da. B variantı. Ümumiyyətlə 1A-da RH-dır, 2A-da RH2-dir, 3A-da RH3, 4A-da RH4, 5A-da RH3, 6A-da RH2, 7A-da RH. 10-cu sual. X elementinin proton sayını müəyyən etməliyik. X yerləşir 4-cü dövr 6A qrupunda. Yəni 4s2, 3d4-dürmü? Xeyr. 4s2, 3d10, 4p4 ilə bitir konfigurasiyası. Bir də bunun əvvəli var. 1s2, 2s2, 2p6, 3s2, 3p6. Bura qədər neçə elektron olur? 2, 4, 10, 12, 18, 20, 30, 34. Yəni A variantı. 11-də deyir ki, X elementinin əmələ gətirdiyi baş oksidin formulunu müəyyən edin. Öncə tapmalıyıq ki, X elementi hansı qrupda yerləşir. 17 olduğuna görə 1s2, 2s2, 2p6, 3s2, 3p5. Son S-in qarşısından xətt çəkirəm. Xarici təbəqədə 7 elektron var, yəni element 7-ci qrupda yerləşir. 7A qrupunda yerləşən bir X elementinin baş oksidi olacaq X2O7. 12. Sıra nömrəsi 16 olan X elementinin xarici elektron konfigurasiyasını müəyyən edin. 16X, 1S2, 2S2, 2P6, 3S2, 3P4. A variantı doğru cavabdır. 13'te deyir nüvə ətrafında olan 3-cü elektron təbəqəsində hansı yarım səviyyələr var? Birinci təbəqədə yalnız S yarım səviyyəsi var. İkincidə S və P yarım səviyyələri var. Üçüncüdə S, P və D yarım səviyyələri var. Yəni 1, 2, 3 cavab D variantı. 14. Neytral atomun elektron formulunun normal halda doğru verilmədiyi müddəaları müəyyən edin. Xrom 4s2 3d4 yox. 4s1 3d5 elektron formuluna malikdir. Ümumiyyətlə xromda və misdə 4s2 halı mövcud deyil. Davamlı deyil. Nikel 28-dirsə bəli. 1s2-dən başlayaraq saysanız həqiqətən də 4s2 3d8 olacaq. Və mis də 4s2 3d9 olur əslində, amma o da 4s1 3d10'a keçir. Yəni xromda və misdə 4s yarım səviyyəsinin 1 elektronu 3d'yə keçir. 3 doğrudur. Doğru verilmədiyi müddəalar yalnız 1'dir. A variantı. 15'də nə deyir? Atomun quruluşuna əsasən X, Y, Z zərrəciklərini müəyyən edin. Deyir Z yüksüzdür. Deməli Z neytrondur. Nüvədə yerləşir neytron və proton. Nüvənin ətrafında da elektron. X elektrondur. Y protondur. Cavab da C variantıdır. Bununla da bu 15 sualın izahı başa çatdı. Növbəti videolarda görüşənədək salamat qalın.